Azərbaycana qarşı Ənvər Paşa bolşeviklərlə əlbir olubmu? Akif Aşırlı öz kitabında bu mövzuya toxunur. Mudros müqaviləsindən sonra Osmanlının vəziyyəti acınacaqlı hala düşdü. Anadolu işğalçılar arasında parçalanmağa başladı. Bu proses davam edərkən Azərbaycan da bolşeviklər tərəfindən işğal edildi. İstiqlal Savaşına rəhbərlik edən Atatürk yeganə çarənin bolşeviklərlə müttəfiq olmaqda gördüyünü dəfələrlə bildirmişdi. Belə bir zamanda tutduğu mövqeyini itirən Ənvər Paşa Kremldə Lenin ilə görüşdü. Ənvər Paşanın kimliyi və fəaliyyəti aydın olduğundan Türkiyənin, Türkistanın sovetləşməsini həyata keçirmək üçün bu məğrur, iradəli türk generalından yararlanmaq Leninin nəzərində heç də pis plan deyildi. Odur ki, bolşeviklər ondan istifadə etmək istədilər. Nərimanov da daxil olmaqla çoxları onu şərq xalqlarının zülmdən xilasını bolşevikləşmədən, sosialistlərlə əlaqələrdən gəlib keçdiyinə inandırdı. Leninin tövsiyəsi ilə və Stalinin göstərişi ilə 1920-ci il iyun ayının əvvəllərində Nərimanovun sədrliyi ilə keçirilən Şərq Xalqları Konqresində Ənvər Paşa qurultay nümayəndəsi qismində iştirak etdi. Ənvər Paşa ilə hər dəfə görüşəndə müsəlman nümayəndələr ayağa qalxaraq salavat çevirirdilər. Müsəlman nümayəndələrinin Ənvər Paşaya sevgisi o qədər böyük idi ki, onun əlini, ətəyini öpürdülər. Onun belə sevilməsi planların dəyişməsinə səbəb oldu. Bolşeviklər Ənvər Paşadan yararlanmaq yerinə onu nüfuzdan salma yollarını axtarmağa başladılar. Ənvər Paşa da Sovetin iç üzünü anlamışdı. Nərimanovla söhbətindən sonra qələmə aldığı xatirəsində bunları yazır. İndi daha anlayıram ki, imperializmin boyunduruğu altında əzilən xalqların qurtuluşu üçün əvvəlcə bu xalqlar üzərində Rus imperializminə son verməliyik. Qalmaqallı başı qurultayından sonra Ənvər Paşa Sovet Rusiyası ilə Şərq ölkələri arasında dərinləşən ziddiyyətləri görüb birbaşa Türkistana yola düşdü. Türk xalqlarının Sovet Rusiyası adı altında cildini dəyişmiş qoca imperialist dövlət tərəfindən istismarına qarşı mücadiləyə başlayan Ənvər Paşa Türkistanda ətrafına kifayət qədər mücahidlər toplaya bildi və Qızıl Orduya qarşı mübarizələrə başladı. Abunə olun ki, digər videolarda qarşınıza çıxsın.